Müstəqil qiymətləndirmə mərkəzi və OTK azının təşkil etdiyi sınaq imtahanları Bayani seminariyasında. İmtahan necə keçdi? Yaxşıdır. İngilis dili səhvsizdir məncə, amma digər Azərbaycanla riyaziyyata yəlik bir səhv görürəm. Bayani seminariyasının digər imtahan mərkəzlərindən fərqi nədir? Listeningləri daha rahat aydın eşitmək olur, kəsinti olmur. Köçürtməyə də yaxşı nəzarət olunur, yəni nəzarətlər də yaxşıdır. İmtahan yaxşı keçdi. Keçən aylara nisbətən sualların çətinliyi biraz daha yüngüldür demək olar. Orqanizasiya, keyfiyyət yenə həmən kimi öz yerində idi. Ümid edirəm ki, digər şagirdlər də fizik görüb buradan gələrlər, özlərini sınayarlar. İmtahan yaxşı idi. Azərbaycan dili suallarını hətta digərlərindən daha yaxşı yazdım. Bayani seminariyasının digər imtahan mərkəzlərindən fərqləri nədir? Mənə görə burada nəzarət digərlərindən daha yaxşıdır. İmtahan daha yaxşı olur, sakit olur, işləmək üçün daha yaxşı şərait olur. İmtahan prosesi necə keçdi? Bəzi yerlər çətin idi, amma yenə də yaza bildim. Bayani seminariyasının digər imtahan mərkəzlərindən fərqləndirən nədir? Burada şərait yaxşıdır, yaxşı siniflər var, yaxşı quruluş var, müəllimlər yaxşı rəftar edir uşaqlara belə.